Bugün insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasət daha dəqiq aparılır. Yəni, bu sahədə vaxtilə olan pozuntular aradan qaldırılır, ədalətsizliklər aradan qaldırılır, şəffaf mexanizm tətbiq olunur və bu bizə imkan verir ki, biz bir neçə ciddi sosial islahat paketi icra etmişik. Daha doğrusu, son 7 il ərzində 5 sosial islahat paketi icra edilmişdir və bu islahatların əhatə dairəsi 4 milyon insandır və haradasa 8 milyard manata yaxın olan vəsait. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni, maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir. Əlbəttə ki, istərdik ki, daha da çox olsun, amma bir atalar sözü var, gərək ayağını yorğanına görə uzadasan. Yenə də deyirəm, biz heç vaxt populizmlə məşğul olmamışdıq, heç vaxt həlli mümkün olmayan vədlər verməmişdik, heç vaxt gələcək nəsilləri borca salmaq üçün hardansa böyük məbləğdə pul alıb onu paylamamışdıq. Biz strateji inkişafla bağlı tam aydın mənzərəyə sahibik. Ona görə ölkə iqtisadiyyatı inkişaf etdikcə, ölkənin valyuta ehtiyatları artdıqca, əlbəttə ki, sosial sahəyə daha da böyük vəsait ayrılacaq.